Ağdam stasyon. Maraqlı burasındadır ki, ayda ildə bir dəfə xarici bir vətəndaş gəlib gedəcək, getməyəcək bu qatarla və ya avtobusla. Məsəl üçün, bunu ingilis dilində yazıblar. Ağdam vağzal kompleksi yaza bilərdilər. Məsəl üçün, Füzuli hava limanına qarşısına girişdə çıxışda Azərbaycan dilində yoxdur. Airport Füzuli. Zəngilan hava yolları aeroportunda yenə də yazırlar. Zəngilan Aeroport. Welcome Zəngəzur, nə bilim, Welcome Qarabağ. Qardaşlar, bunu Azərbaycan dilində yazın da. Ümumilikdə Qarabağda bəlkə də bir 200-250 minə yaxın əhali yaşayacaq. 250 min əhaliyə nisbətən bir 5-6 dənə ingilisdən, ərəbdən gəlib gedəcək, getməyəcək. Bundan ötürü böyük hərflə yazın Ağdam vağzal kompleksi, altda da kiçik ingilis hərfləri ilə də yazın stasyon. Mən aralıdan görəndə əvvəl elə bilməz stadion deyəcəkdim ki, bu Ağdam stadionu nə tez tekdilər.